Sabah çox uğursuz bir mövsüm keçirdi, bildiyiniz kimi. Yalnız Kubokun qalibi olmaqla mövsümü son anda xilas edə bildi. Düşünmək olar ki, bundan sonra artıq vacib qərarlar atılacaq. Çünki komandanın heyətində güclənməsinə ehtiyac var. Ümumiyyətlə, Avrokuboklarda ən erkən başlayacaq komandamız da Sabah komandasıdır. Artıq növbəti ayın 10-unda komanda ilk oyununu keçirməlidir. Bir neçə gündən sonra artıq rəqiblər də məlum olacaq. Komanda artıq hazırlığa başlamalı, amma təəssüf ki, komanda heç təlim məşq proqramı belə açıqlanmayıb. Bu da baş məşqçi ilə bağlı yaranmış tərəddüddür. Bildiyimiz qədərlə Vasili Berezutskinin getmək ehtimalı var komandadan. Var idi, məncə həll olub artıq o. Tam olaraq hələ klub açıqlamayıb. Çünki açıqlanandan sonra yəqin ki, təlim məşq proqramı da açıqlanacaq. Gedəcək və qalacaq futbolçu ilə bağlı tərəddüd davam edir. Düzdür, 1-2 futbolçu ilə bağlı qərar verilib, amma söhbət təbii ki, böyük, iri miqyasda planlardan gedir. Düşünürəm ki, Sabah artıq bir qədər tələsməlidir. Nəzərə alaq ki, komandanın Avrokuboklardakı rəqibləri də kifayət qədər ciddi adlardır. Burada Legia, Şerif kimi təcrübəli, Söhbət Avropa Liqasından gedir. Həqiqətən də bu ciddi turnirdir. Çox təcrübəli komandalar var. Sadəcə Sabahın bir üstünlüyü ondan ibarətdir ki, Sabah Avropa Liqasında uğursuzluq yaşayacağı halda ikinci şans tanıyacaq özü üçün komanda Konferans Liqasında mübarizəni davam etdirəcək. Amma buna arxalanmaq olmaz. Düşünürəm ki, Avropa Liqasında bir mərhələ adlamaqla komanda qrup mərhələsinə kifayət qədər yaxınlaşa bilər. Bu baxımdan düşünürəm ki, komanda artıq tələsməlidir və heyətin komplektləşməsinə start verməli və toplanış planı tezliklə açıqlanmalıdır.